Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva fevralın 25-də Xocavənd rayonunun Xocavənd kəndində görülmüş işlərlə tanış olublar. Ağdam, Füzuli və Xocavənd rayonlarında prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına və birinci xanıma kənddə həyata keçirilmiş sosial layihələr barədə məlumat verdi. Bildirildi ki, Xocavənd rayonunun eyni adlı inzibati ərazi dairəsinə daxil olan bu kənd 2023-cü ilin sentyabrında silahlı qüvvələrimizin antiterror əməliyyatı nəticəsində işğaldan azad edilib. Burada ümumilikdə 278 fərdi ev var. Onlardan 128-i yararsız, 150-si isə qismən yararlıdır. Qismən yararlı evlərin 20-si artıq təmir olunub. Bu il daha 130 evdə təmir işləri aparılacaq. Bu ilin fevralında Xocavənd kəndinə 20 ailə, 94 nəfər qayıdıb. Cari ilin mart-dekabr aylarında kəndə daha 130 ailə, 533 nəfərin qayıtması planlaşdırılır. Ötən müddət ərzində kənddə bir sıra sosial yönümlü işlər görülüb. Belə ki, 5 kilometr uzunluğunda daşıyıcı qaz xətti çəkilib. 1500 metr uzunluğunda mövcud xətt bərpa edilib. Bundan başqa 2100 metr uzunluğunda 0,4 kilovoltluq mövcud xəttlər və 2 transformator məntəqəsi bərpa olunub. Kənd daxili yollar asfaltlanıb, piyada yolları çəkilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Görülmüş işlərlə tanışlıqdan sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva kəndə köçmüş sakin Rizvan İbrahimovun evində oldular və söhbət etdilər. Necə yerləşdirsiniz? Çox hər şey yanında, hər şey yanında. Allah sizə razı olsun. Şəraiti necə? Çox Yaxşı, razı Allah sizdən razı olsun. Allah sizə olsun. Sağ olun. Çox təbrik edirəm. Sağ olun. Allah sizə var eləsin. Doğma vətənə qayıtmaq münasibətilə. Siz özünüz buralısınız. Bəli, bəli. Bu kənddə yaşadınız. Bəli, bəli. O vaxtda rəhmətli Ulu Öndər də gəlmişdi bana. Bu kəndə gəlmiş. Bəli, bəli. 79-da səhv eləmirəmsə. İşğal dövründə harada yaşamışsınız? Bakıda. Bakıda. Şərait necə idi? Hələ də şükür. Amma burada olsun. Amma İndi 35 ildən sonra. Neçənci ildə buradadır? Siz çıxartdılar 91'də. Bu Versalyos başlayan gün. Hə. Həmən günü bizi çıxartmışdılar. Həmən gün. Sonra Versalyos'dan gələndə onlara da şəhid edərlər. Bura yaxınlıqdaydı. Bəli, bəli, Qarakətdə. Burada uzaq deyildi. 17 kilometre. Təbrik edirəm sizi. Xoşbaxt yaşayın. Doğma Qarabağ torpağında, doğma kəndinizdə. Hamısı siz sayəsində. Allah sizə var eləsin. Allah şəhidlərinizə rəhmət eləsin. Sevincimizin həddi Siz bizim üçün dünyanı bəxş eləmişsiniz. Buna nə var, ürəkdən deyirik, elə belə yox. Sizin həyat vermişsiniz. bizim ailənin qonaq olmağı bizim sevincimizi 2 qat artırır. Çox sağ Belə olun. bu qayğıya görə sizə minnətdarıq. Çox sağ Sağ olun. olun. Siz Təşəkkür buna ederim. layiqsiniz. Uzun illər Allah siz var Sizin eləsin. sayənizdə köçkün oldu. həyatı yaşamışsınız. Əzəb əziyyət içində. Yanınızdan çıxardım. Artıq bu dövr tarixdə qalır. Allah köməyiniz olsun. Allah sizi var eləsin. Sağ Allah olun. sizi qorusun. Ailəniz. Ha, görüşürüz. Buradan her yeri bildiren orada ne var? Sağ olun. Allah sizden razı olsun. Allah Həyat sahədə var. var. 15 çokta torpağım var. Torpaqlıya ki ayrılacaq. Yusuf'tan çok da erken sahibi da biz onu Malqaran da var. Yoxsa yox? Şimdi inşallah Olacaq da. olacak. Əlbəttə olmalıdır. Hayvandalı kompleksleri burada var, firmalar var. Yəni dolanışır burada. Yaxşı. Allah Allah tek Artıq burada. sizden asılı. Elbette. Dövlət nə lazımsa eləyir. Allah dövleti korusun, Can sizi sağ ol, korusun, razılıram. ailenizi korusun, Xoşbaxt nevelerinizi yaşayın. korusun. Sağ olun. Sağ olun. Sağ olun. Sağ olun. Sağ olun.